Hamıya salam. Bugün sizə gözün daha asan və praktik çəkmə üsulunu öyrədəcəm. İlk önce oval çekirik ve daha sonra çektiğimiz ovalı 4 beraber hisseye bölürük. Daha sonra ön hissədə balaca üçbucağa bənzər bir figur çekirik. Ama tam üçbucaq olmur. Bu gözün ön hissəsidir. Gözün üst hissəsini çekirik, göz qapağını eyni məsafədə, eyni aralıqda gözün üst xəttinə uyğun formada öndən arxaya doğru aparırıq. Daha sonra gözün mərkəzini çekirik, içindəki dairəni və onun içində də bir yumru əlavə edib göz bəbəyini yerləşdiririk və göz bəbəyinin yuxarısında sağda da balaca bir yuvarlaq edirik ki, gözün işığı olsun. İşıq çox vacibdir göz çəkərkən, yəni bacardığınız qədər onu korlamamağa, doldurmamağa, ləkə salmamağa çalışın. Ən ağ hissə ora olmalıdır. Çoxları onu ağ qələmlə, ruçka ilə verir, amma təbii olması daha məsləhətlidir. Daha sonra gözün içini kölgələməyə başlayırıq. Gözün içini əlimizlə yayırıq. Bunun üçün başqa vasitə də var, amma mən bunun tərəfdarıyam. Mənə belə daha rahatdır. Ətrafını gözün yuxarı və aşağı hissəsini hər birini kölgələyirik ki, göz bəbəyi daha çox önə çıxsın. Demək olar ki, hazırda son etaplar qalıb, amma mən daha canlı görüntü əldə etmək üçün renkli karandaşın qaralarından istifadə edirəm. Nəticə çox qəşəng olur. Çünki gözdə müəyyən hissələr var ki, göz bəbəyi və gözün üstündəki bu kirpiklər olan bu göz qapağı o hissə daha tünd olmalıdır. Nə qədər tünd olarsa, qara rəsmdə o qədər qəşəng görünür. Şəkildə gördüyümüz o xırda işıqları, detalları vermək üçün biz pozandan istifadə edirik. Belə bir pozanımız var. Özünüzdə kəsib düzəldə bilərsiniz və yaxud hazır ala bilərsiniz ki, bu balaca toxunuşları etmək üçün, bilikləri vermək üçün bundan istifadə edirik. Çünki bu çox vacibdir, təbii göstərmək üçün. İndi isə əsas məsələ kirpiklərə gəlib çatdıq. Kirpik üçün vərəqi tərs duruq və göz qapağından yuxarıya doğru xətlər aparırıq. Biraz daha yuvarlaq formada. Eyni qaydada vərəqi çevirib alt kirpikləri çəkirik. Bu da son. Təbii ki, bu mənim 15 dəqiqəyə ərsəyə gətirdiyim bir rəsmdir, işdir. Siz daha uzun müddətdə daha gözəl nəticələr əldə edə bilərsiniz. Dostlar, belə bir öyrədici videoların daha çox olması üçün məni izləmədə qalın və yorumlara öz fikirlərinizi, suallarınızı yazın.